Salam şagirdlər, bugünkü dərsimizin izahı olacaq mövzu 57 burjua islahatlarının keçirilməsi. 19-cu əsrin ikinci yarısında Azərbaycanda kapitalist münasibətləri inkişaf etməyə başladı və nəticədə 3 sinif, milli burjuaziya, fəhlələr və milli ziyalılar sinifi formalaşdı. Azərbaycanda keçirilən islahatlar məhkəmə islahatı, kənd islahatı və şəhər islahatı burjua xarakteri daşıyırdı. 1861-ci ildə Rusiyada təhkimçilik hüququnun ləğvi haqqında əsasnamə verildi, lakin bildiyimiz kimi Azərbaycanda təhkimçilik münasibətlərinin olmadığı üçün bu qanunun Azərbaycanda deyək ki, bir aidiyyatı yox idi. Bu qanunla əsasən, yəni bu qanunla çıxılan yola əsasən Azərbaycanda da müxtəlif islahatlar keçirildi. 1865-ci ildə kənd cəmiyyətlərinin ictimai idarəsi haqqında əsasnamə ilə mülkədarların kəndlər üzərində polis və məhkəmə hüquqları ləğv edildi. Bu qanunun üstünlüyü ondan ibarət idi ki, bəylərin kəndlər üzərində səlahiyyəti ləğv edildi, amma mənfi cəhətləri ondan ibarət idi ki, Azərbaycan kəndləri yenə də torpaq sahibi ola bilmirdilər. Eyni zamanda vergi və mükəlləfiyyətlər olduğu kimi qalmaqda idi. Yəni, vergi və mükəlləfiyyətlərin formasında heç bir dəyişiklik həyata keçirilmədi. 1870-ci ildə kənd islahatı keçirildi. Azərbaycanda keçirilən kənd islahatı təkcə sahibkar kəndlərinə şamil edilmişdir və bu islahat zamanı 3 məsələyə toxunuldu. Torpaq məsələsi, vergi məsələsi və mükəlləfiyyətlər məsələsi. Torpaq məsələsinə gəldikdə, hər bir sahibkar kəndisi 5 desiyatrindən çox olmamaqla torpaq istifadəçisinə çevrilə bilərdi. Pay torpağını almaq üçün ona hüquq verilirdi, lakin maddi yardım etmirdi. Bu, əməlki islahatın çatışmayan cəhəti idi. İslahat nəticəsində kəndlər pay torpaqlarını satın ala bilmədikləri üçün hələ də malcəhət və bəhri vergisini verməyə məcbur oldular. Buna görə də onlar müvəqqəti mükəlləfiyyətli vəziyyətə düşdülər. Biyar vergisi isə pulla əvəz olundu. Biyar mükəlləfiyyəti daha doğrusu pulla əvəz olundu. İslahat nəticəsində sahibkar kəndlərinin bir çoxu öz pay torpağını satın ala bilməsə də, bir hissəsi, cüzi bir hissəsi pay torpaqlarını satın alaraq qolşamaqlara, yəni kənd burjuaziyasına çevrildi. Ümumi götürənə qeyd etdiyimiz kimi, kəndlərin bir çoxusu müvəqqəti mükəlləfiyyətli vəziyyətə düşdülər. Məhkəmə islahatı. 1866-cı ildə məhkəmə islahatı keçirildi. Nəticədə ümumi məhkəmələr yaradıldı. Rusiyadan fərqli olaraq Azərbaycanda anlı iclasçılar məhkəmə islahatında iştirak edə bilməzdi. Əgər xatırlayırsınızsa, 1840-cı ildəki məhkəmə islahatında bu islahatda andlı iclasçılar vardı. 1866-cı islahatında isə buna yer verilməmişdir. 1878-ci ildə məhdud formada, məhdud səlahiyyətlərə malik olan şəhər islahatı Bakı şəhərinə və İrəvan şəhərinə keçirildi. Növbəti şəhər islahatı 1890-cı ildə Yezdavetpol və Şuşada, yəni Gəncə və Şuşada məhdud hüquqlara, tam hüquqlara malik, Lənkəran, Nuxa, Quba və Şamaxıda isə natamam hüquqlara malik olan şəhər islahatı keçirildi.